Məsələn, ulduzlar elmi. Biz bilirik ki, Allah subhanahu wa ta'ala ulduzları 3 dənə məqsəd üçün yarattı. Amma birinci, onu səma üçün zinət elədi. Amma ikinci, onunla şeytanları vurdu. Amma üçüncü, onlardan yol örgənmək üçün istifadə eləməyi göstərdi. Və aləmətin və bin nəcmihum yehtədun. Əlamətlər və onlar ulduzlarla yol tapırlar. Amma ulduzların göydə görünməsi bu müxtəlif səbəblərdən ola bilər. Ola bilər, ulduz görsənir sənə görə, lakin ulduz orada yoxdur, düşüb. Saz olaraq ulduzun düşəndən sonra neçə il işığı, nuru olduğu yerdə qalır və baxan elə bilir ki, ulduz oradadır. O da icazəli elmdir. Hansı ki, onun örgənilməsində nə savab var, nə günah var. Məsələ qayıdır sahibinə. Əgər sahibi onun Allaha razılığını və axirət diyarını istəyirsə və müsəlmanları örgədirsə, eyb etməz, onun haqqında o faydalı elmdir. Yox, əgər örgənir ay elmin, ulduz elmin, Peyğəmbər sallallahu aleyhi ve sellem hədislərini səhv çıxartmaq üçün və onun üçün faydasız elmlə sayılır və qibləyə müdaxilə eləyir, sehirbazlıqdır və s. və ilə axındır, kahinlik, falçılıq və s. Bu elm həddi zatında haramdır. Bunu örgənmək, heç eləməmək şərti ilə örgənsə belə yenə haramla məşğul olur, hətta heç bir hərəkət eləməsə belə. Bu artıq faydasız elm sayılır və insanın özünə aid olmayan şeylə məşğul olmasına və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, min husni islamil mar'i tərkuhu mələ yəni. Müsəlman kişinin gözəlliyindən, dininin gözəlliyindən ki, özünə aid olmayan şeyləri tərk eləsin.